1 avqust 1966-cı il 25 yaşlı Charles Whitman adlı Amerikan vətəndaşı bir torba dolu silah sursatı ilə birlikdə Austin'dəki Texas Universitetinin qülləsinə çıxır. Əvvəlcə silahın qundağı ilə pelekanları çıxan iki turist ailəsinə ateş açır. Daha sonra isə aşağıdakı insanları ateşə tutmağa başlayır. Vurduğu ilk qadın hamilə idi. Daha sonra küçədəki piyadalara və onlara köməyə tələsən təcili yardım sürücülərinə ateş açır. İnsident xəbəri yayılan kimi Austin'dəki bütün polislər bölgəyə göndərilir. 3 polis və bir vətəndaş pelekanları çıxıb Whitman'i müşahidə otağında güllələyərək öldürür. Whitman'dən başqa 13 nəfər öldürülmüş və 33 nəfər yaralanmışdı. Ertəsi gün bütün qəzet manşetləri Whitman cinayətindən danışırdı. Amerikan polisi fakt toplamaq üçün Whitman'ın evinə gedir və daha ağır mənzərə ilə qarşılaşır. Whitman əvvəlcə anasını, sonra yatdığı yerdə həyat yoldaşını bıçaqlamışdı. Sonra masanın üstündə intihar məktubu gördülər. Məktubda bunlar yazılmışdı. Son günlər özümü tanıya bilmirəm. Hamı məni ağıllı və istedadlı gənc kimi tanıyır. Ancaq son günlər bir çox qeyri-adi və məntiqsiz düşüncənin əsiri olmuşam. Uzun müddət düşünəndən sonra həyat yoldaşım Ketini bu gecə öldürmək qərarına gəldim. Onu çox sevirəm. Bu qərar üçün heç bir məntiqli səbəb ağlıma gəlmir. Whitman normal, ağlı başında insan idi. Keçmiş ləpirçi olan Whitman hərbi dəniz qoşunlarında xidmətdə olmuş, daha sonra bank xəzinədarı kimi işləmişdi. Bu vəziyyətdən özü də qayğılı idi. Hətta intihar qeydlərində beynində hər hansısa bir qeyri-adi dəyişikliyin baş verib vermədiyini müəyyən etmək üçün bir ekspertiza edilməsini də xahiş etmişdi. 19-cu əsrin sonlarında amigdalanın zədələnməsinin sosial narahatlıqlara səbəb olduğu kəşf edilmişdi. 1930-cu ildə isə Henry Kluber və Paul Busey adlı bioloqlar amigdala zədələnən meymunlarda qorxu hissinin itirilməsi, emosional kütləşmə, ifrat reaksiya və aqressivlik kimi əlamətlərin ortaya çıxdığını aşkar etdilər. İnsanlarda da amigdalanın fəaliyyəti xüsusilə qorxunc üzlər görəndə, dəhşətli anlar və sosial fobiyalar yaşayanda artır. Bir sözlə, Whitman beynində baş verən dəyişikliklərin davranışlarını dəyişdirməsi haqda intuisiyasında yanılmamışdı. Charles Whitman'ın törətdiyi bu dəhşətli cinayət kriminalistika elmi tarixində görülmüş ən sarsıdıcı və bir o qədər də ən dərs çıxarılası hadisələrdən biri, bəlkə də birincisidir. Buna görə də insanın etdiyi əməllərin öz azad iradəsi ilə etməsinə əmin olmadan onu mühakimə etməkdənsə öyrənək, maariflənək və dərs çıxaraq.